Bu həftənin bürc proqnozları ilə qarşınızdayıq. Gəlin həftə ərzində bürcünüzün sizə nə vəd etdiyini və ötürdüyü mesajları birlikdə kəşf edək. Bütün bürclər üçün ulduz falını təqdim edirik. Qoç bürcü. Həftənin əvvəlində təşəbbüskarlığınız artacaq və uzun müddətli planlaşdırdığınız işlərə başlamaq üçün əlverişli imkan yaranacaq. Həftənin ortasında yaxınlarınızla fikir ayrılığı yaşana bilər. Buna görə emosiyalarınızı nəzarətdə saxlamaq vacibdir. Həftənin sonu isə yaradıcılıq və şəxsi uğurlar üçün əlverişli görünür. Uğurlu günlər 5-9 avqust, uğursuz gün 7 avqust. Buğa bürcü. Maliyyə və ailə məsələləri həftənin əsas mövzusu olacaq. Böyük xərclər etməzdən əvvəl bütün detalları yenidən yoxlamaq faydalıdır. Həftənin ikinci yarısında yaxınlarınızın dəstəyi sayəsində vacib bir problemi həll edə bilərsiniz. Uğurlu günlər 4-8 avqust, uğursuz gün 6 avqust. Əkizlər bürcü. Ünsiyyət bacarıqlarınız bu həftə sizə üstünlük qazandıracaq. Yeni tanışlıqlar və işgüzar görüşlər uğurlu nəticələr verə bilər. Həftənin sonuna yaxın yarımçıq qalmış məsələləri tamamlamaq üçün münasib vaxt olacaq. Uğurlu günlər 3-9 avqust, uğursuz gün 5 avqust. Xərçəng bürcü. Şəxsi rahatlığınız və daxili tarazlığınız ön plana çıxacaq. Emosional qərarlar vermək əvəzinə hadisələri sakit şəkildə qiymətləndirmək daha doğru olacaq. Həftənin sonunda maliyyə ilə bağlı sevindirici xəbər ala bilərsiniz. Uğurlu günlər 6-10 avqust, uğursuz gün 4 avqust. Şir bürcü. Günəşin bürcünüzdə olması enerjinizi və özünə inamınızı artıracaq. Həftə yeni başlanğıclar və şəxsi inkişaf üçün əlverişlidir. Həftənin ortasında tələskən qərarlar verməkdən çəkinmək məqsədə uyğun olar. Uğurlu günlər 5-10 avqust, uğursuz gün 7 avqust. Qız bürcü. Bu həftə hadisələrə kənardan baxmaq və tələsmədən qərar vermək sizə üstünlük qazandıracaq. Keçmişdə yarımçıq qalan işləri tamamlamaq üçün münasib dövrdür. Həftənin sonuna yaxın maraqlı təklif ala bilərsiniz. Uğurlu günlər 4-9 avqust, uğursuz gün 6 avqust. Tərəzi bürcü. Dostlarla münasibətlər və kollektiv fəaliyyətlər daha da aktivləşəcək. Yeni tanışlıqlar gələcək planlarınıza müsbət təsir göstərə bilər. Həftənin sonuna yaxın karyera ilə bağlı vacib qərar vermək ehtimalı var. Uğurlu günlər 5-8 avqust, uğursuz gün 3 avqust. Əqrəb bürcü. Karyera və məsuliyyətlər diqqət mərkəzində olacaq. Rəhbərlik ilə münasibətlərdə diplomatik davranmaq sizə üstünlük gətirəcək. Şəxsi həyatınızda isə köhnə incilikləri aradan qaldırmaq üçün yaxşı zamandır. Uğurlu günlər 6-9 avqust, uğursuz gün 5 avqust. Oxatan bürcü. Yeni biliklər əldə etmək, səyahət planları qurmaq və perspektivlərinizi genişləndirmək üçün uğurlu həftədir. Gözlənilməz xəbərlər planlarınızı dəyişə bilər, lakin nəticə sizin xeyrinizə olacaq. Uğurlu günlər 4-10 avqust, uğursuz gün 7 avqust. Oğlaq bürcü. Maliyyə və ortaq öhdəliklərlə bağlı məsələlər diqqət tələb edəcək. Böyük qərarlar verməzdən əvvəl bütün şərtləri dəqiqləşdirin. Həftənin sonunda münasibətlərdə qarşılıqlı anlaşma güclənəcək. Uğurlu günlər 5-9 avqust, uğursuz gün 6 avqust. Dolça bürcü. Şəxsi və işgüzar tərəfdaşlıqlar ön plana çıxacaq. Qarşı tərəfin fikirlərini dinləmək bir çox anlaşılmazlığın qarşısını alacaq. Həftənin ikinci yarısında yeni əməkdaşlıq təklif ala bilərsiniz. Uğurlu günlər 6-10 avqust, uğursuz gün 4 avqust. Balıqlar bürcü. Gündəlik işlərinizdə nizam-intizam yaratmaq və sağlamlığınıza diqqət yetirmək vacib olacaq. Həftənin ortasında iş yükü artsa da, səbirli davranışınızın sayəsində müsbət nəticə əldə edəcəksiniz. Həftənin sonu daha rahat və məhsuldar keçəcək. Uğurlu günlər 5-8 avqust, uğursuz gün 7 avqust.